Salam Emma xanım. İmanın şərtləri sayardı zəhmət olmasa trend. İmanın şərtləri deyək də. Hər şeyin bir dirəyi olduğu kimi, İslam dininin dirəyi də dini hüquqlara aid hikmətdir. Hikmətin əsası Allahı tanımaqdır. Çünki hikmət sahibi Allahdır. Hikmətin dirəyi imandır. İmanın 3 kökü var. Allah'tan başqa varlıq yoxdur deyəni, güman yeri olmayanı incitməyin, təsadüfən səhv edəni qovmayın, ilk dəfə qəsd edəni cani bilməyin. Çünki hər kəsdə hər şeyi Allah özü təyin edir. Ona görə də təsadüfü və ilk zərərləri o toxunulmaz edir imanın kökündə. İmanın dirəyi dilə gətirilib söylənilməyən ihsandır. Yəni hər gözəl əməl ihsandır. Sən əgər tutalım ki oruçdasan, namazdasan, amma qalxıb birinə pis baxdın, pis dedin və yaxud bir qəlb sevindirmədin, onlar hamısı boşdur. İmanın dirəyi dilə gətirilib söylənilməyən ihsandır. İmanın qolları təvazökarlıqdır, ədəbdir. Təvazökarlıq bir işi görəndə deyəcəksən ki, bunu Allahın lütfü ilə etdim. Bir işin ardınca gedəndə deyəcəksən ki, Allah nəsib edərsə, gedərəm bu işi görərəm. Bu təvazökarlıqdır. Bu yoxdursa iman ləkəlidir. Ədəb, danışanda ağzından çıxardığın sözə diqqət verəcəksən. Təhqirə qalxdınsa, orada sənin cəzan var. İmanın qolları, təvazökarlıq, ədəb, etik qaydalara riayət etmədən Allahın yaratdığı məni, digərini təhqirə qalxırsansa, deməli səndə iman bərpa deyil. İmanın ən üstünü səbir, təmkin, dözümlülükdür. Səbir şadlığın mayasıdır. Gözləyəcəksən. Təmkin, görürsən biri səni təhqir edir. Sən hirslənirsən, bax o qəzəbi udun imanla cavab verməkdir. Ədəb qaydalarını riayət etməkdir. Təmkinlilik, qəzəbi udmaq və ədəb qaydalarını riayət etməkdir. Dözümdəki taleyin bütün zərbələrinə sinə gərirsən və şükründə qalırsan. Məsləhətinə şükür. Bunu Allah yaşatdısa, Allaha xoş bizə qəbul deyib ötürsən. İmanın nişanəsi məhəbbətdir. Yəni, insanlığı deyil, dünyanı sevmək bütün yaramazlıqların köküdür. Sən özünü sevirsən, öz bildiyinə üstünlük verirsən, qarşındakini təhqirə qalxırsansa, deməli səndə insanlıq sevgisi yoxdur. Bundan da sən gördüyü qardaşını, bacısını sevməyən, görmədiyi Allahı sevə bilməz yazılır. Deməli sən birinin səhv bilib təhqirə qalxırsansa, sevgi verə bilmirsənsə, səndə insanlıqdan Allahın lütfüylə pay yoxdur. Məsləhətinə şükür. İmanın əlamətləri ədalətdir, mərhəmətdir, hörmətdir, səmimiyyətdir, sadəlikdir, lətafətdir, incəlikdir. Mərhəmət göstərməyənə hökm, özü də mərhəmətsizlikdir. Hörmət, sən onu gözləmirsən, hörməti edirsən və onun bəhrəsini dadırsan. Gözləyirsən, zamanında bəhrəsi. Bəhrə verəndə sən onu dadırsan, o hörmətə sahib olursan. Ədalət, o demək deyil ki, kimisə öldürmürsən, tutmursan, özündəki məsuliyyəti anlayırsan qarşındakına. Deyir, mənə qurban deyil, kitab yazır, mərhəmət lazımdır deyilən yazıları öyrənsəydiniz, günahsız insanları məhkum etməzdiniz. Yəni bunlar hamısı ilahi bir sınaqlardır, məsləhətinə şükür. Gözəl xasiyyət imanın yetkinliyidir. Özünü dərk, Allahı dərk, Allahı özündə dərk imanın kamilliyidir. Budur. Bəhrəsi də arzuların çin olması,
ümitlerin doğrulmasıdır. Budur iman.